Füzulidə türk ürpədici qətl hadisəsi törədilib. Ər arvadının boğazını kəsərək onu öldürüb. Ən dəhşətlisi isə hadisə həmin an evdəki az yaşlıların gözləri önündə baş verib. Kənd sakini Gəncəvi Sadıqov həyat yoldaşı Müsalə Sadıqova ilə mübahisə edib. Müsalənin yaxınlarının sözlərinə görə Gəncəvi Sadıqov əvvəlcə otaqda çörək bişirmək üçün xəmir hazırlayan həyat yoldaşına bir neçə yumruq zərbəsi endirib. Daha sonra əlinə keçən bıçaqla elə övladlarının gözü qarşısında onun boyun nahiyəsinə bir zərbə vurub. Ərinin əlindən qaçaraq qonşudan kömək istəyən Müsalə küçədə müvazinətini itirərək yerə yıxılıb. Yaralı halda olan qadın xəstəxanaya çatdırılsa da o dünyasını dəyişib. Mərhumun yaxınlarının sözlərinə görə Gəncəvi Sadıqov içki aludəçisi olub. Buradan qapıdan çıxıb haraya kimsə çağırmaya, burada da heç kim olmayıb da. Sən artıq uşaqlar qışqırıb, uşaqların qaçmağına qaldı. Qardaşlar gəlincə bu qan keçinib də. Burada yıxılır. Qardaşı gələndə burada sürə aparırlar, orada qapının altında, qollarında qan tökülə aparır. Qətli törətdikdən sonra yaxınlıqdakı kafeyə gedən Gəncəvi Sadıqovu polis yaxalayıb. Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda cinayət işi açılıb. Qətlin hansı səbəbdən törədilməsinin dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq. Cabir Məmmədov, Şamxal Cəlloğlu, Səs TV, Füzuli.